Buna dikkat edin. Bu dinin əsas mövzusu təkcə axirət və mənəviyyat deyil. Bu dinin əsas mövzularından biri həm də dünya həyatının islah olunmasıdır. Peyğəmbər ilk olaraq qohumlarını dinə dəvət edəndə axirətdən danışmadı. İlk dəfə insanları ki, yığdı, qohumlarını evinə yığdı. Peyğəmbər buyurdu ki, əgər mənim dinimi indi qəbul etsəz, dünyanın sərvərinə çevriləcəksiniz, dünyanın qüdrətinə çevriləcəksiniz. Fikir verin, nəyə dəvət elədi ilk olaraq? Hara çağırdı insanları? Bu aləmdə sərvər olmaq istəyirsinizsə, qüdrətlə yaşamaq istəyirsinizsə, mənim dinimə gəlin. Peyğəmbərin ilk sözü bu oldu qohumlarını yığanda. Ənzir əşirətəkəl əqrəbin 1-ci ayə idi ki, qohumlarını çəkindir, dəvət elə. Peyğəmbər onları dedi, dinimi indi qəbul etsəz, dünya qüdrəti sizin əlinizdə olacaq. Fikir verin, Peyğəmbər hansı uzaq görən məqsədi bəyan edir. Axirətdən danışmadı, dünyadan danışdı. Dünyası abad olmayan insanın çətin ki, axirət abad olsun. Qeyri-mümkündür hətta. Bu dünyada şad yaşayanlar cənnətə gedə bilər. Dünyada şad olmayan cənnətə gedə bilməz. Bilirsiniz, bax, misal deyim sizə, bəsit misal. Hər bir yerə, bir məkana onun əhli toplaşardı, elə deyil. Əyləncə məkanına əyləncə əhli gedər, elm məkanına elm əhli gedər. Görürsən, ədəbiyyat əhlidir, zövq əhlidir, yığışır, şüəra məclisi təşkil edir, orada toplaşır, elə deyil. Cənnət şadlıq yeridirsə, ora